Əziz tamaşaçılar, hər kəsi salamlayıram. Aygün və Reyhan axtarılır. Şəkilə diqqətlə baxaq. Əgər bu qızlardan xəbəri olanlar varsa, 16 apreldən Maşdağada itkin düşüb dostlar. 050 501 0147 əlaqə nömrəmizdir. Anonimlik qorunur. Məlumatı olanlar bizimlə əlaqə saxlaya bilərlər və ya yaxınlıqdakı polis bölmələrinə yaxınlaşın, polisə məlumat verin. Bu qızlara ev verənlər, bu qızları himayə edənlər bilin ki, bu qız axtarışdadır və mənə elə gəlir ki, ya bizə qaynar xəttimizi görürsünüz, ya da yaxınlıqdakı istənilən polis bölmələrinə müraciət edə bilərsiniz. Çünki 2 az yaşlıdan söhbət gedir. Bugün bu qızların yerini deməyən, gizlətmək istəyənlər nəzərə alın ki, sabah eyni hadisə sizin başınıza gələ bilər. Eyni hadisəni siz yaşaya bilərsiniz. Ona görə kömək edin ki, sabah da sizə kömək etsinlər. Həm, deməli, məlumatınız olsun ki, Sevil xanım, mən Nigar'a xəbər verəcəm. Çünki Nigar'la bağlı dünən efiri Nigar'la bitirmişdik. Amma o analıq ki var, qızlarından biri xanımın qanını yoxladın demişdi. Xanım 100% nəsə başqa işlərlə məşğul olur demişdi. Mikrofon. O qız uşağıdır. Hər adam hər söz deyə bilər o qızın haqqında. Burada hər deyiləni də efirdə verməyin də bunu. Valla mən nə deyim ay bacım, mən bu gecə səhərə kimi qolum qoruyubdur nervidən, əsəbdən. Hər şeyi burada açıqlamaq lazım deyil. O uşaq qalıb ortalıqda. Başa düşürsünüz. Bura gəlibsə, bu ictimai şəkildə müzakirə olunursa, Xoşqədəm xanımın evində gedib dərdləşmirsiniz. Tamaşaçı maraqlanır, istəyir, görür, açıq. Tamaşaçıya hər şey açıq olmalı. Analı ata. Nəyi efirə vermək lazım deyilsə, onu onsuz da Xoşqədəm xanım bilir, vermir. Biz hətta etiraz deyirik, çox şeyi efirə vermir onsuz da. Xoşqədəm xanım, yenə baxıram, inanırsan, təkrar baxıram, mən burada yox idim. Adam dəhşətə gəlir. Oldu, mən sənin qızımı üzr istəyirəm, çox. Qızımı analıq, döyüb və yaxud özün deyirsən, başına vura dəli edib. Sən onda rahat yatırdın evində. İndi nə var, efirdən nəsə deyilib. İndi bu gecə qolun quruyub, rahat yatmamsa. O çəkilən onu. Və sənin qızın küçələrdə qalanda, bu biri qızıvı kürəkən döyüb küçələrə salanda, bədəni gömgöy olanda, sən narahat olmurdun. Qardaşın verən yeməyi yiyib, başını atıb rahat yatırdın. İndi narahat oldun, qolun qurudu. İndi analıq yada düşdü. Yox, onun için bu vəziyyətə qoyubdur. Rahat yatıb. Rahat yatıb. Zəhmətkeş olub və zülm içərisində qalır. Ana kimi zülmkeş olmuyor. Yəni, mən baxıram, bunu... Arvat yerib bu gecə mənim, Allah onun köməyində dursun. El olmadı sən Allah. Zülmkeş olmasaydı, qardaşının yanına sığınmazdı. Görürsünüz ki... Qardaşına baxır, qardaşı qoruyub saxlayıb, amma nə vəziyyətdə olduğunu da görürük. Zülmkeş gedir, zülm çəkir, işləyir, balalarını da yığır yanına, analıq saxlayan qızı da dağıtır, çəkir yanına. Onda gəl biz bunun həyat yoldaşını da günahlandıraq ki, zülmkeş gedib qardaşın körəyinə möhtaç qalmır. Bax, həyat yoldaşını da günahlandırmaq lazımdır ki, bu evladları, bu insan tək başına dünyaya gətirməyib. Gəl Londona deyək ki, niyə kişi kimi ailənin başında durub, ailəni saxlamırdın, ailəni dağıdırdın? Ayrılıb, özü ayrılıb. Niyə? Özü ayrılıb. Hansı xanım yaxşı günündən kefindən ayrılmayıb ha. Dünən mən baxıram. Deyir xəstədir də, psixi xəstədir. Ay xanım, bir dəqiqə, ay xanım, abla. Pensiya alır. Onu görüyor, saxam olmuyor, koddanım diyor. Maşaqda kuklar hakim, kod deyirsən, alacağım bu, deyəndə bir dəqiqə. Ay xanım, eşidirsən, dünəndən baxıram diqqətlə sizə. O qədər yalan üfürürsünüz ki, çox qəribədir. Mənim də anam var, mənim də bacılarım var, bəli. Kimsənin də var, bəli. Amma mən fikirləşirdim ki, biz balaca bir səfərlərdə deyirdim, anam bax, nə bücdü işlədi bir. Siz bücdü işlərsiniz, siz üzrsən ifademəyə hamıda. Söhbət ondan gelir ki, axı bu qədər biabıçının qabanda qız səni dindirmir, o birisi sizə baxmır, əl səni boyub çıxıb gedib. Siz niyə inəmişsiniz axı? İçimizdə nə var? Nə partlayış var? De görüm,
Niyə Mən bir dənə inanmışam? söz deyim. Axı heç kimi də cavab vermirsiniz. Bir dənə Bir söz nəfər deyim. demir ki, ana, sənə qurban olum. O deyir, o ifritədir, o deyir ifritədir Ay və qardaş, s. mən sizə demişəm də, mən qardaşımın yanında oluram. Evsiz eşsiz. Qadın Qardaşım kimi- da səndən razı deyil axı. Qardaşım da deyir, odur. Qadın Nədir kimi. axı? Nə deyir qardaş? Nə dediyi görmürsən, deyən qoşulmuş telefon nə deyir? Deyir efirə çıxmadı. Ben evlə çıxma, oğlu olmasa sən qardaşın sözünə baxmırsan. Çörəyini alıb yeyirsən, havayı da gəl burada otursan. Neyləməli? Qardaşa görə Yox. balalardan imtina mı etməli? Etməli deyildir. Anar müəllim, səhvsiniz Bir dəqiqə, burada. üzrəm, xeyr, bir dəqiqə. Xeyr. Sizlə razı deyiləm. Yox, Qadın kimi- Bizim polisimiz var. Polisə getməlidir, xəbər verməlidir. 1 döl, 2 döl, 3 dənə balası yetim qalıb. Niyə inib yaxşı var? Sabahsı gündə gəlməsə yenə qınaq çəkəcək ki, niyə ana burada yoxdur? Mən bir dənə söz Ne deyim. zəhmət çəkir, Qadın hamı kimi. zəhmət çəkir də. 3 dənə uşaq doğursan, bağışda gəl cəmatın boyunda məhv qoyursan. Və kətdə bizim anamız 8 dənə uşaq doğub. Niyə eləmədi? Bu ananın talihini bu övladı yaşayır. Ona görə gəlib biz bu övlada da sahib çıxaq ki, bu da atmasın. Çünki Bahram o da yazıqdır. Qadın Ona da kömək eləmək kimi, lazım. qadın kimi əziyyət çəkib xanım, qadın kimi. Ancaq ana kimi məsuliyyətsizdir. Həm də ki bir şey var, xoş gələn var. Baxın, mən sizə bir şey deyim, üzr istəyirəm Anar müəllim, bir saniyə. Baxın, Bir qab yemək oturub. əgər valideynlərimiz bizə sahib çıxmasa, bizim axırımız necə olar? Hə? Yönlü oğla Əlbəttə, valideyn ana lazımdır. ata nə demək? Ana Yönlü ata oğla, sahib. xoş gələn xanım, valideyn Anadır, lazımdır. ana- O böyüyür 18 Ana yaşından deməli. sonra. Bir dəqiqə. Elə deyil, mən 18 də yaşından deyirəm. sonra valideynsiz lazımdır. Mən də həmişə onu deyirəm, uşaqlarınızı şəxsiyyət kimi formalaşdırın. Bəli, 18 yaşındakı Fərd- elə. İcazə verirsən, Ayxanım. Mən deyirəm ki, bu mənim günahım deyil. Bu sizin öz günahınızdır, özünüz çəkirsiniz. Günahınızı mənim üstümə atmayın. Deməli, mən də hər zaman efirdən deyirəm ki, övladlarınızı fərd olaraq yetişdirməyin. Şəxsiyyət olaraq yetişdirin ki, 18 yaşından sonra çiyninizdə ağır bir yük olmasın. Təhsil verin, övladlarınıza yol göstər. Ola bilər, bütün hamının uşağı universitet bitirməyə bilər. Amma ona yol göstərin, onun bir peşə sahib eləyin Həyat ki, məktəbi var, bəli. bugünkü günü o həyat məktəbindən uzaq çıxsın, gəlib oturub burada bizdən kömək istəməsin. Sən də demək ki, ay mən utandım qızımdan. Bu sizin, mən demirəm. Mən bir dəqiqə, xanım, amma övladını doğru yolu göstərən, arxasında duran, ona yolu göstərən ata-anadır. Nə? O analığa inanır o. Analığa Ondan İcazə gedirəm. Mən verin, eşim bunu öyrədib dinləyin. eləmir. Buyur, nə? Mən öz ağımla gedirəm. Mən eşimdə mən ölmək istəmirəm. Mənim 3 dənə uşaq var ortada. Mən niyə ölüm ki? evin dağıdır, başa düşürsün. Ay xanım, siz Allah sakit olun. Ailə Hoş gələn quranda, xanım. ailə quranda. Buradan Apple-dan Siz gedəndə ailə mən quranda sevgi ilə ailə qurmusunuz, öz razılığınız. Sevgi nə ilə Bəs necə olur? anam eləyibdi bir də. Nə qoyub, nə yaptı? Anam Sevgi eləyib bir yox. də. Anam eləyib bir də. Deyirəm ana qaynanam kimi eləyib. məsuliyyətsizdir. İki qadın. Sən haymaq istəyirsən, 3 dənə uşaq alasın. Dünənlərimdən buradan Apple-dan çıxıb gedəndə yol gedəndə. Yoldaşım ayrı nömrə ilə mənə zəng eləyibdi. Aha. Ki səni öldürəcəm, uşaqları sağ şəhər atıb uşaqları Əşi, öldürən alacağım də sən də əlimdən. Allah'a Salim öldür. etməyəcəm. Bir dəqiqə sənə bir şey deyim. Allaha çox şükür. Deyir sənə Biz şəhər atıb elə uşaqları alacağım. bir dəqiqə. Biz elə bir dövlətdə yaşayırıq ki, bu dövlətdə qanunlarla idarə olunur. Çox gözəl hüquq mühafizə orqanlarımızın Mən də işi, onu xoş qədəm icazə xanım. verirsən qızım, bir-birimizə hörmət eləyək. Hüquq mühafizə orqanlarının işi göz önündə. Polisin işi necə yüksək səviyyədə, prokurorluğun işi, o cümlədən, yəni bizim güc strukturlarımız, bizim hüquq mühafizə orqanlarımızın işi çox yüksək səviyyədədir. Sən narahat olma. O orada deməklə ki, mən bunu, mən onu, qanun var, qayda var, polisim var deyib, o bir cür- dəqiqə, bir dəqiqə. Qulaq asmaya mən də eləyim. Qızım, Mən də deyib səni, hədəliyib. Dediyim kimi biz hüquq mühafizə, güclü bir hüquq mühafizə orqanlarımız var. Gedirsən, polisə müraciət edirsən, anında gör qanunla hansı cəzanı alacaqdır. O cünəmdə uşaq. Bu bir. İkincisi, xanım, qızının sənin üzünə durmasına günahkar buradakılar nə də mən deyirəm. Xoş gələm xanım. Bax, siz məni başa düşündə, bu bir kəlmədə mən deyim. Bax, o qızı bura kim gətiribdi? Onu düşüdən analığıdır bura. Öz anası məni demir, analığın üstündən gəlir Ay o. qız qızımı döyüblər, əri Hə. döyüb. O buranı nə Qaçıb tanıyır, gəlir. ay bacı? Yeter mi Sən nə ağzı? təhər tanıyırdın, yaxşı.
savadsız ola bilər, ağıldan kəm deyil. Soruşub, öyrənib, soraqlaşıb gəlib. Yox, yaxşı ki də gəlib də, nə etməlidir? Orada qalıb ölməli idi. İndi probleminə görə gəlib də. Bunu yaxşı dedi. Probleminə görə gəlib. İndi sən də bir ana olaraq dəstək çıx, övladının yanında ol. Sən də ananın yanında ol. Bir yerdə o 3 dənə övladı böyütmək lazımdır. 10 il sonra gələcək ki, övladların biri sağdadır, biri soldadır. Bu səfər bunlar da taplar. Mən ana gözümdə belə hamıya mənə söz yer elədi bu burada. Bütün millət baxır. Siz anaları təhqir edirsiniz. Mən sənə baxanda anama nifrət edirəm. Düz deyir də, mən də elə fikirləşirəm. Eyni fikirdəyik anam. Zəhmətkeş. Qəzər tapıqlar gəlmişik kitab söz danışmağa. Zəhmətkeş, 3 tane uşaq Gəlin doğum. belə eləyək. Bax səndə 3 tane uşaq doğum zəhmətkeş üçün var. İşləmsə özəksən, səndə 20 səndə nə halıysa. Yox, siz düz eləmişsiniz. Xanım, siz düz eləmişsiniz. Siz düz eləmişsiniz. Heç kim sizi təhqir eləmir. Siz düz eləmişsiniz ki, bugün çıxmışsınız bura, övladınıza sahib çıxırsınız. Buna görə biz sizi alqışlayırıq. Halaldır. Belə də davam eləmək lazımdır. Övladınıza sahib çıxın. Heç kəsin sözü, nə qardaşın sözü, nə kürəkənin sözü, nə də kiminsə sözü sizi övladlarınızdan ayrı salmasın. Baxın, vaxtında ayrı qaldınız deyə qızınızın birini itirdiniz. Xanımın ərizəsini bura gətirin. Allah haqqı mənim bu qolum quruyubdur. Cəhənnəmə qolun quruyub, sən uşaqlarla fikirləşmirsən. Sən qolunun dərdini çəkəcək. 3 dənə uşaq qızı bədbəxt eləmiş. Bu sənin qızının yazdığıdır. Mənə yazıb qoyub gedib. Nə yazıbdır ki? Yazıb Sən Axtarıram proqramına, xoş gedəm Hidayət qızına. Yazıb sizdən xahiş edirəm ki, məni atam Rövşəndən, anam Sevildən, dayılarım Cabbar, kim? Adı nədir? Rafiq, Fazil, əmilərim, Rabil, Ramil, bacılarım, Rövşanə, Fatimə və bütün qohumlarımdan xilas edəsiniz. Yəni imtina edirəm. Mən onlardan öz istəyimlə imtina edirəm. Bax, bunu sənin qızın yazıb, xanım. İmtina eləyir, bir dəqiqə. Yazmalıdır da, xoş gedəm xanım, ona... Bacımla barışam, o mən demədi. Ona O görə səni mən... deməməyinin məqsədi var da. Yəqin sən zamanında bacına nəsə eləmisən ki, bacın Mən səndən... onun arxasında duracaqdım, yəni mənə kömək olsaydı. Mən saxlamışam evdə, nə qədərini. Saxlamamısan. Onun nazı ilə oynamışıq. Biz o kətdə gelib soruşasın. Saxlasaydın, o qız sizi seçərdi. Baxın, imtina edib sizdən. Yazıb deyir, imtina edirəm. Onlara icazə verməyin, mənim adımı çəksin. Mənim yoldaşımdır, anamdır, bacımdır. O qızın imtina eləməsi ona haqq qazandır. O qız niyə imtina eləməlidir ki? Niyə imtina eləməsin? Aparıb atıb atanın üstünə, o qıza nənə baxır, nə vəziyyətə salır? Anadır, çarəsiz qalıb da. Mən bayaqdan onu deyirəm ki, bir ana bilmir ki, o vaxtı hansı vəziyyətdə olub, hansı problemdə olub ki, övladına baxa bilməyib. Gəlin bunu danışalım. Bunun bura bax. Burada biz də görmüşük ki, 17-20 yaşına qədər övladlarını böyüdüblər, gəlib burada atasının, anasını imtina Ay edən müəllim, bir saat yox, bütün hər şey yaparsın kitab cümləsini. Kitab sözü burada alındı, həyat sözü kitab alındı. oxumuşam, kitab cümləsində deməliyəm. Yox, kitab oxumuşam, amma kitab sözü danışmıram. Bir dəqiqə. Ona qalsaydı bəli, ona qalsaydı Tolstoy bütün Rus şəkərlərinə bəli atalıq edirdi. Amma arvadından bezib, o boyda müqəddəs kitabı yazıb Anna Karenina. Amma gedib harada öldü? Qıraqda. Qadın poizin dəmirləri aldı. Bunlar da qıraqda gedib ölsün də. Bu qadına baxırsan deyil zəhmətkeşdir. Oğul olmasa zəhmətkeş olub nədir? Kürək qazanıb öz iqayədir içində. Bu qaltalıya, kəsək puluya. Yox, kəsək dökmə yox. Evdən başlar tərbiyələr bütün insanı heç vaxt ictimaiyyət mərkəzləşdirmir. Baxın, olanları danışmayaq. Bundan sonra nə eləyə bilərik? Onu danışaq. Necə köməklik göstərə bilərik? Necə dəstək verə bilərik? Buradan sonra onun ağlı var. Bu gəlib hayf almaq üçün bu qızdan. Aparır ki, ana tez qalmayıb, ay anarım ey. Ana deyir ki, məni uzaq edin, mənə maraq Xeyr, xeyr, ana öz ailənin barışmasını istəyir. O qızın əsas inciməyinin səbəbi nədir? O qızın, o üçüncü qızın inciməyinin səbəbi odur ki, ana bu ikisini qəbul eləyib, mən niyə qəbul eləməyim? Görürsünüz, Allah köməyiniz olsun. Bax, qardaş, siz düz dediniz, bax, başa düşdünüz. O haqq qazandırır sizə. Haqq qazandırmır, siz öz qızınıza. Deyir, hə, düz deyir, ay Xoş sağ ol. gedəm xanım, o deyir Düz ki, deyir də, deyir, niyə Rövşanəyə, Fatiməyə sahib çıxmısan, mənə çıxmamısan? Mən atmışam, budur onun sözü. Düz deyir də, O da başlayıb sevgi axtarmağa. Ay xanım, xanıma buradan səslənirəm ki, o qıza, bir dəqiqə, bu anon heç o birilərə də sahib çıxmayın.
O biriləri də qalıb belə ərə verir. Bəs mən nə deyirəm? Deyirəm məsuliyyətsizdir. Ay xanım, sən heç çox Sonra fərqli olmayın. məsuliyyətsiz Belə deyil. eləyək. Siz nə bilirsiniz ki, Gəl. mən qızıma sahib çıxmamışam və burada nə gəzirəm mən? Neçə gündür? Çıxmısan bizlə necə? Sən çörəyi minnətlə vermişsən ona. Buna bax, ayaz bax. Sən çörəyi ona minnətlə vermişsən ki, bugünkü gündə başına vurursan ki, sənə çörək verirsən. Biz Sən çörəyi o demirik, gün xan, verirsən. bunu biz Sən demirik. Azərbaycanlısan, Bu çoxsuz sizin budur. qızınız deyil. Ailədə çörək verir ki, uşağı ki, bəli. Söyləyəndə mənə Bunu qulluq biz verir. demirik, bunu sizin qızınız deyir ki, mən Bilirəm anam... də. Özü də Bacılardan 3 Rüfət Bey bacından sahib çıxmağa gəlməyib ha. Qızı ərin evinə qaytarmağa çıxmağa gəlib. gəlib, yox. Deyib döyülsün də qayıdır. Onun üçün gəlmişsən, gələrsən. Heç vaxt Mən bacıdan nə cürə saxlamışam? Yox. Ay, Qayıtma qızım. bacıdan biri ilə bağlı şok məlumat gəlib səni axtarıram amma Qayıtma. reklamdan var? sonra biləcəksiniz.